bizim günahlarımızı Allah yerindəcə üstünə açıb bir-birimizə göstərsəydi, biz yaşaya bilməzdik bu dünyada. Biz elə bir-birimizin ətini didərdik. Hələ görmürük, didirik. Deyirəm, ənəvə bir şey geyindin, ədəblə çıx. Cavan qız, cavan oğlan, ədəb giyin, çıx. Burada şimdi çəkiliş də var, bizi internet üzərində də dinləyənlər olacaq. Bu sözlər vacibatdır. Qızını, oğlunu evdən çıxardanda bir dayan, saxla, bax. Nə geyinmirsən əyninə, necə geyinmirsən əyninə, hara gedirsən, getdiyin yerə uyğundumu, deyilmi? Bütün bunları nizamla. Bəlkə də əyninə giyindiyin libas elə bir keyfiyyətdə, o mədəniyyət elə bir keyfiyyətdə olmalıdır ki, səni Allahın zikrinə xatırlatsın, səni Allahın şükrünə yaxınlaştırsın, səni Allahın itayətinə tabe etsin. Olmalıdır. Həyatı ciddiyə alaq, sabahları unutmayaq, ölümü yaddan çıxartmayaq, hər bir davranışımızla insanlarımız üçün, cəmiyyətimiz üçün, başda ailəmiz üçün yaxşı bir insan olmağa çalışaq. Etiraz eləyəndə də belə doğru etiraz eləyək və beləliklə dünyamızın, axirətimizin səadətini əldən verməyək, dəyərli dostlar.